Deməli tamamlanmış və tamamlanmamış hərrac. Bu bütün yanaşmalarda kömək ola bilər eyni zamanda. Əvvəlki dərslərdən də bildiyiniz kimi biz çox şeyi müzakirə elədik. Yəni hərrac tərəfindən olsun, yəni marketin o skeletini birinci başa düşmək ki, məsəl üçün deyək ki, belə bir overlap zonamız var. Dünənki zonanın yuxarı sərhədidir. Məsələn deyək ki, bugünündəki deyək ki, dünənki zonanın yuxarı dəyər zonası üst-üstə düşür və qiymət bu zonada gəldi. Biz burada məsələn short götürəndə bu hissədə tamamlanmamış hərrac görməyimiz buradakı aşağı düşüşün ehtimalını, yəni daha da artırır bir növ. Ona görə də yəni bu və bundan sonrakılar, elə bura qədərkilərin də hamısı bir yerdə. Eyni zamanda nə yanaşması istifadə edirsinizsə eləyin. Yəni ola bilər başqa bir yanaşmanız var, çox qatqı verə bilər. Yəni körpülərin məsəl üçün bir neçə hissəsi olur. Statistiki körpülər haqqında danışacağıq. Yəni əsas qazandıracaq şey odur. Bunları düzdür öyrənirsiniz. Bunları öyrənəndən sonra bir növ bir struktur halına gətirirsiniz. Həmin qazandıracaq şey odur. Zaman filtri, volatillik filtri. Onun haqqında da dərs var, volatillik haqqında da eyni zamanda zamandır, volatillikdir, hərrac filtridir. Ola bilər onunla birgə qiymətin ədalətli zonası olan VWAP istifadə oluna bilər və s. Məsəl üçün filtrlərdən, kontekst filtrlərindən keçirirsiniz və konkret bilirsiniz ki, bu yerdə harda əməliyyat götürəcəm və hansı əməliyyatı götürəcəm, nə olandan sonra götürəcəm. Bu suallara cavabını bilməlisiniz. Yəni A, B, C bir növ belə izah eləsəm. Bunlar haqqında irəlidə danışacağıq. İndi bu dərsin əsas mövzusuna qayıdaq. Tamamlanmış və tamamlanmamış hərrac. Bunu əvvəl də dərs çəkmişdik, indi daha ətraflı danışacağam. Deməli, bunu iki üsulla görmək olar. Yəni, hərracın tamamlandığı və yaxud da hələ də davam elədiyi, tamamlanmadığını footprintdən baxmaq olar ki, əgər ki, hərrac artıq tamamlanıbsa, bir yerdə yekunlaşıbsa, market həmin hissələrdə gücünün qalmadığını və yaxud da həmin zonada həcmin, icra olunan həcminin güclü azaldığını görürük. Yəni artıq həmin zonada əvvəlki kimi həcm icra olunmur. Deyək, buralar yaxşı idi, amma məsəl üçün market aşağı düşdükcə fikir verin, hər iki tərəfdə, həm alıcı, həm də satıcı tərəfdə get-gedə həcm azalır, bir nöqtədə artıq tam limitlənir. Bu həmin yerdə aşağıya doğru qiymətdə hərracın yekunlaşdığı deməkdir. Bu andan sonraki götürüləcək əksin əməliyyatlar eyni zamanda da ideya qazandıra bilər. Bəli, əgər siz long götürəcəksinizsə, məsəl üçün qiymət düşəndə, məsələn long imkanına baxacaqsınızsa, deyək ki, dünənin point of controlu ilə bugünün məsəl üçün value area low-u yuxarıda qalıb, hazırki qiymətdən yuxarıda qalıb. Yəni long üçün həqiqətən şey var, səbəb var. Niyə sualına cavab tapmaq olur və harda sualına cavab tapmaq üçünsə də, məsəl üçün bilirsiniz ki, artıq bu hissələrdə ola bilər və qiymət qayıdıb yuxarı qaydanda siz bu hissədə sell absorption görsəniz, əvvəlki dərsdən bildiyiniz satış absorption görsəniz, bilərsiniz ki, burada satıcılar girdi, amma təsir edə bilmədilər. Alıcılar amma təsir edə bilirlər. Yəni, həmin yerə qədər balaca bir long scalp üçün ideya qazandıra bilər. Məsələn, dedim, bir filtrlənmiş ideya qazandırdım ki, belə ola bilər. Yəni, deyirəm, özünüz bu cəhətdən baxmalısınız ki, nə ola bilər, nə ola bilməz. Marketdə baxırsınız, mənim öyrətdiklərimə baxırsınız, zonalara baxırsınız, bir ideya qazandıracaq bunlar sizə. Yəni, burada bu dərslərdə öyrənəcəklərinizi başqa, necə deyim, heç kəsdən öyrənə bilməyəcəksiniz. Çünki yoxdur. Ən yaxşılar belə, ən təriflilər belə qlobalda olsun. Onların, məsəl üçün, şeyləri əlimdə var ki, onlarda belə, yəni, necə deyim, bir kontekstləşdirilmiş edib verməyiblər, düzdür, həmin dərslərin içində. Və mən burada izah etdiyim qədərini izah eləməyiblər. Yəni, üzdən çox bəsit, uşaqsız şeylər izah edirlər əksəriyyət. Ay, nə bilim, bura belədir, burası təpədir, burası dərədir, təpə gəldi, dərəyə qayıtdıq, dərəyə gəldi, təpəyə qayıtdı, nə bilim, belə uşaq şeylər izah edirlər.
Düzdür, bəlkə də bir edzləri var onların üstündə, amma ki statistiki edc hazırki rəqabətçil marketdə yadınızda saxlayın, qızıl yumurtlayan toyuq deməkdir. Onu çox insanın əlinə çatması isə onun get-gedə zəifləməsi, onun get-gedə yoxa çıxması ilə bərabərdir. Çünki statistiki bir edc əgər ki həqiqətən qazandırırsa, böyüklər də yəni onu istifadə edər. Məsələn, hedge fondlar da əlavə gəlir kimi istifadə edər və bunların da çoxalması ilə həmin edge get-gedə marketdə yox ola bilər. Mispricinglər arta bilər. Yəni necə deyim, mispricinglər yox ola bilər. Manipulyasiyalar arta bilər həmin əməliyyat götürüləndən sonra və s. Deməli, footprintdə dedik, həmin zonaya doğru həcm azalır. Məsələn, bu əksinə çəkmişəm, bu yuxarıya doğru deyildi. Məsələn, deyək ki, həcm çoxdur, amma get-gedə icra olunan həcm azalır və qiymət geriyə qayıdır. Bu, burada artıq tamamlanmış hərrac olduğu deməkdir. Və volume profildə bu adətən tamamlanmış hərrac, yəni bitmiş hərrac harda olur? Kənar hissələrində. Qəbullanılmış yüksək həcmli zonanın kənar hissələrində olur. Məsələn, həmin qiymətdə likvidlik çox istehlak olunur və yaxud da likvidlik qiyməti tutur saxlayır. İcra olunan bütün əmrlər bunun kənarına çıxa bilmir. Yuxarıya gəlir, hərrac yekunlaşır, aşağıya gəlir, hərrac yekunlaşır, içində hərrac gedir, yuxarıya gəlir, yekunlaşır. Yəni bir növ sərhədləri, yüksək həcmin yerin artıq azaldığı, sonlandığı yerlər. Bu da eyni zamanda hərracın oralarda yekunlaşdığı demək oldu və məsəl üçün siz footprintdə izləyirsiniz. Deyək ki, burada short götürməyin üçün nə lazımdır? Responsive initiative fəaliyyətdə o haqda biləcəksiniz. Nəysə ondan orada danışaram. İndi buradan üzdən şey verdim. Oraya keçəndə başa düşəcəksiniz. Unfinished auction nədir bəs? Tamamlanmamış hərrac, yəni hələ də qiymət həmin zonda likvidliyə tələbat göstərib. Həmin zondakı likvidlik tam istehlak olunmuyub. Bir dəfə ucuna dəydi, amma gördük ki, böyük həcm icra olundu. Deməli, ora maraq var hələ də. Deməli, oradakı likvidliyə hələ də tələbat var. Hər iki tərəfdən də. Ona görə qiymət həmin yerə yenə qayıtmaq istəyəcək. Deyək ki, qiymət belə-belə gəlirdi. Footprintdə biz bunu görürük. Qiymət birazca yuxarıya qayıtdı. Amma bu yuxarıya qayıdış arxasızdır. Yəni, o qədər də güclü deyil. Çünki niyə? Hələ də bu hissələrdə yüksək həcm icra olunur, likvidliyə tələbat olub, yəni tam hərrac yekunlaşmayıb burada. Və bundan sonra da məsələn biz izləsək qiymət birdən-birə özünü belə aşağı ata bilər. Biz bilərik ki, artıq bu hissələrdə hərrac tamamlanmayıb deyə özünü oraya atmaq istəyir. Bu əgər ki, volume profilin kənarında olubsa bura isə mərkəzdə qalıbsa, həmin yerə doğru yaxşı short imkanlarına baxmaq olar. Və bunu demişkən elə volume profildə də tamamlanmamış hərrac adətən yüksək həcmli yerlərdə olur. Yəni onun kənarlarında bu hissələrdə yox, kənar hissələrində yox. Tam necə deyim, yüksək həcmli yerlərdən qayıdır qiymət. Sanki qiymət yüksək həcmli yerin içinə gəlir, amma o bir tərəfinə keçməmiş biraz qayıdır. Adətən bəli, bu yüksək həcmli yerlərdən çox likvidliyə tələbat olan yerdir deyə qiymət ora yenidən qayıtmağa adətən meyilli olur. Bu isə başqa bir anlayış. İndi bunun üstə çox təkrar istəyirəm dərslərdə, bəzən çox təkrar cümlələr işlədirəm. Ona görə başa düşməsəz, yəni onsuz da təkrar cümləni geriyə yığdırıb qulaq asmaq olur. Biz birbaşa qrafikə keçək. Deməli, burada deməli yüksək həcmli zona var. Yüksək həcmli, yəni günün yüksək həcmli zonası baxın bu hissədir. Və yaxud da value area ilə yüksək həcmli üst-üstə düşür, çünki bu gün elə bizə dənə normal paylanma olub. Yəni, amma normal paylanma olmasa, gün daha geniş olsa, value area fərqli yerlərə düşə bilər. Yəni, sadəcə bir yüksək həcmli yerə nadir vəziyyətlərdə, çox da nadir yox, yəni bu gün belə günlərdə düşür. Adətən rotational gün sayılır, yəni gün bir növ bir zona ətrafında dövr edir. Həmin yerdə deməli tamamlanmış hərraclar baxsaq hansı hissələrdədir? Baxın, bu hissələr, bu hissələr, bu hissələr. Bunun sadəcə özünü çox belə girişmirəm bu responsive initiative fəaliyyətə, çünki ondan ötürü xüsusi başqa bir dərs var, orada danışacağım. Həmin hissələri biraz böyütsək nə görərik? Gəlin burada 5 dəqiqəlikdə qalsın. Bu hissələrdə, baxın bu hissələrdə nə görürük? Qiymət burada bir müddət gəlib kənara, amma sonra içinə doğru qayıtmağa davam edib. Və içinə doğru qayıdan yerdə fikir verin, bu hissədə bir qədər boşluq var.
Yəni artıq bu yuxarı qiymətlərdə qiymət hərraca tələbat göstərmədiyi deməkdir elə də. Bir dəqiqəlikdə o hissəyə baxsaq. Gözləyin. Baxın bu hissəyə. Burada indi baxdığımız həmin gündə volatility yazdı. Ona görə də daha seyrək görünür. Baxın bu hissədə bir neçə şam var ki, qiymət orada çox həcm icra eləməyib. Baxın, bu tam bu hissədə. Daha zəif qalıb. Amma qiymət aşağıya getdikcə, fikir verin bu hissəsinə, daha da aşağıya getdikcə likvidliyə daha da çox tələbat göstərir. Yəni qiymət zonanın kənarındadır, yəni yüksək həcmli zonanın və zonanın kənarında belə az həcmli şamların olması həmin zonda likvidliyə az tələbatın olması deməkdir. Və onun əksi olan aşağı düşüşdə qiymətin daha da çox tələbatının artdığını görmək bizə orada tamamlanmamış hərrac olduğunu və qiymətin hələ də davam etməyə meyilli olduğunu göstərir. Və bir də ortalara da baxaq. Məsələn deyək ki, qiymət yüksək həcmli yerin içinə gəldi və dala qayıtdı. Deyək ki, yüksək həcmli yer, məsəl üçün deyək, bura point of controldur. Fikir verin, burada nə baş verir? Qiymət tam point of control'a qədər gəlib, yəni yüksək həcmli yerə qədər gəlib. Bayaq dediyim kimi nə idi? Qiymət yüksək həcmli yerlərin içində ətən likvidliyə çox tələbat olur və oradan qırağa sapsa belə qiymət ora qayıtmağa maraqlı olur. Yəni o həmin yerə yenidən qayıtmağa. Məsəl üçün burada da gəlib bura kimi, buradan düz yüksək həcmli yerdən geriyə qayıdıb, amma sonra yenidən gəlib ora. Yəni qiymət həmin o yüksək həcmli yerlərdə tamamlanmamış hərrac qoyur və oralar qayıtmağa, həmin yerləri hədəf kimi götürməyə və yaxud da ideya kimi baxmağa ki, hə, məsəl üçün bu hissədən yüksək həcmli yerin bura kənarıdır və yaxud da VWAP-ın birinci standart deviation'dır, ora kimi sapma var və hələ də burada tamamlanmamış hərrac var və bu tamamlanmamış hərrac eyni zamanda qiymətin ədalətli sayıldığı yer olan VWAP-ın üstündədir. Volume Weight Average Price. Onun üstündədir. Yəni burada ola biləcək long şansları daha yüksək ehtimallıdır. Və hansı məsəl üçün long şansları bir dənə baxaq. Deməli həmin hissəyə doğru qiymət hərəkət elədikcə biz nəyə ən çox baxa bilərik ki, hə bu olandan sonra bizə güvən verə bilər ki, məsələn, əvvəlki absorption dərsindən bildiyiniz kimi yuxarı qiymətlərə doğru əgər ki biz görsək ki, satıcılar müəyyən bir yerdə girdi. Məsələn, satıcılar burada girib görürük ki, amma nə edib? Qiymətə təsir edib. Deməli, hələ də satıcıların bu yerdə təsir eləmə potensialı və gücü var. Amma qiymət bir qədər yuxarı getdikcə siz burada nə görürsünüz? Satıcılar burada da girib, burada da bir qədər girişləri var. Burada da biraz girişləri var, amma heç birində qiymətə bir sayılıb seçilən təsir edə bilməyiblər. Yəni bir növ onların verdiyi satış əmrləri sadəcə qarşı tərəfdəki alış likvidliyini istehlak edib və doldura bilməyib. Qiymət ona görə də hələ də yuxarıya daha maraqlıdır. Və beləcə də gəlir həmin o tamamlanmamış hərrac olan yerə. Məsəl üçün oradan biraz da bunun uc nöqtəsinə fikir verin. Bu hissədə likvidliyə daha çox tələbat var. Amma daha aşağı qiymətlərində şamın likvidliyə daha az tələbat var. Bu da eyni zamanda yuxarı qiymətlərdə hələ də tamamlanmamış hərracın qaldığı deməkdir. Qiymət biraz geri gəlir və geri gələndən sonra burada nə görürsünüz? Satış absorptionu və sən bu bir ideya qazandıra bilər ki, qiymət tamamlanmamış hərrac olan yüksək POC-yə doğru yenidən yol ala bilər. Yəni point of control-a doğru. Və ondan sonra buradakı satış həcmi girməsinə rəğmən bu hissəyə baxın, həmin oranı böyütsəz görərsiniz ki, bu şamda 223 satış tiki var. 77 isə alış tiki. Amma satışın alışdan çox olmağına rəğmən, deltanın negativ olmağına rəğmən qiymət yuxarı, şam yuxarı bağlanıb. Bu nə deməkdir? Həmin yerdəki satıcılar yenə absorb olunub. Və dəfələrlə də ondan sonra görürsünüz ki, satış əmrləri girir, amma heç biri qiymətə bir qeydədəyər təsir edə bilmir. Hamısı sadəcə gedir də qarşı tərəfdəki alış likvidliyini istehlak edir, alış likvidliyi ilə üzləşiblər, alış icebergi ilə üzləşiblər və təsir edə bilmirlər. Qiymət yenidən point of control-a doğru, yəni bilirik hədəfimiz haradır, point of control və ya həmin yerdə tamamlanmamış hərrac var, bayaq göstərdiyim kimi davam edicilik verir. Birinci, yəni struktur olaraq
yer lazımdır bizə. Bilməliyik ki, point of control-dur, dəyər zonasının kənarlarıdır, yüksək həcmli yerin kənarlarıdır. Yəni bir yer anlayışı mütləqdir. VWAP-ın altıdır. Eyni zamanda bura baxsanız görərsiniz ki, həmin bu hissədə. Burada qiymətdən yuxarıda həm point of control var. Yəni point of control qeyd edək. Yəni point of control ən yüksək həcmli nöqtə. Baxın buradır. Və yaxud da elə bunun özündə də POC açmaq olar. Baxın belə görürsünüz həmin sarı xətt. Həm yəni ki burada point of control var, həm də tamamlanmamış hərraçlar var. Baxın bu hissədə tamamlanmamış hərraçlar var. Qiymətin aşağı düşüşlərində əsas baxmaq olar ki, bizim zonamız var. Yəni biz bilirik ki, long üçün şanslara baxsaq burada daha yaxşı olar, nəinki short. Short üçün o qədər də çox səbəb yoxdur, amma long üçün bu növlərdə səbəblər var. Çünki VWAP da yuxarıdadır, point of control da yuxarıdadır. Bunların ikisi bir-biri ilə üst-üstə düşür. Və eyni zamanda həmin yerlərdə tamamlanmamış hərrac var. Və qiymətin aşağı düşüşündən sonra biz nə gözləyirik? Satıcılar nə qədər sala bilirsə salsın, amma o yerdə ki, satıcılar dayanacaq. Satıcılar əmr verir, satış əmrləri gəlməyinə rəğmən qiymət hərəkət edəməyəcək aşağı. Biz görəcəyik ki, orada həqiqətən bir dənə alış likvidliyi onu saxladı. Satıcılar təsir edə bilmir, amma alıcılar təsir edə bilirlər. Çünki alıcıların əmrləri satış likvidliyini doldurmağa kifayət edir. Amma satıcıların sell market əmrləri alış likvidliyini doldurmağa kifayət eləmir. Ona görə də aşağı sala bilmirlər buradan. Beləcə, məsəl üçün normal long ideyası verə bilər ki, bu hissəyə doğru belə market yuxarı doğru davam edir. Nəysə, indi bir üzdən oxuduq buranı, amma ki, əsas yəni məsələ mən onu demək istəyirəm ki, bir növ confluence olmalı. Confluence nədir? Bir növ fərqli şeylərin filtrlənməsi. Məsələn, ola bilər konkret zaman olsun, konkret struktur olsun, hər gün eyni şeyə baxmalısınız. Hər gün gəlib bir hekayə çıxartsanız, onunla irəli gedə bilməzsiniz. Yəni hekayə ilə olmur ki, ay nə bilim, bu gün gəlib bir nağıl yazasınız, bu gün gəlib bir nağıl yazasınız. Gərək hər gün biləsiniz ki, sizin konkret bir yanaşmanız nədir? Bu olanda, bu yerdə bu yeri hədəf götürəcəm və yaxud da belə girəcəm. Bunu günün əvvəlindən bilməlisiniz. Yoxsa günün əvvəlinə hələ də qərəzliliklə girsəniz, yəni tam yeni bir hekayə yazmağa hazır vəziyyətdə, onda gün çətin olacaq. İndi mən bunu öyrənin deyə belə izah edirəm, ümumi bucaqdan izah edirəm. Amma gərək ki, siz konkret biləsiniz ki, məsəl üçün, deyək ki, günün dəyər zonası belədir. Günün dəyər zonasının məsəl üçün short götürsəniz gərək ki, günün point of control ilə VWAP üst-üstə düşsün. Çünki VWAP dəyərli zona sayılır, yəni qiymətin ən çox iştirak eləmək istədiyi. Yəni necə deyim, icra olan həcmə görə ən dəyərli zona belə deyək. Ortalama qiymət və həcmi bir yerdə hesablayır VWAP. Və point of control isə günün ən çox həcmin icra olunduğu yerdə. Orada eyni zamanda bir növ maqnit kimidir. Və siz ikisinə baxanda ki, point of control-la VWAP eyni istiqamətdə olsun. Məsəl üçün deyək ki, burada qiymət buraya qalxanda, bura VWAP hansı xəttdir? Ortadakı xətt. Yuxarıdakı birinci standart deviation'dır. VWAP buradadır. Point of control da aşağıdakı sarı xəttdir. Qiymət burada yuxarıda olanda nə deməkdir? Hər ikisi aşağıda qalıb. Bəs yaxşı, ağlımıza gələn sırf hər ikisi aşağıdadır, ağlımıza gələn yerdən buradan girmək olarmı? Yox. Həmin yerə böyüdüb məsəl üçün bir anlayış verməlisiniz ki, hər ikisi aşağıda qalmalıdır. Məsələn, bir deyə verirəm. Yəni, günün point of control ilə günün volume weighted average price hər ikisi eyni istiqamətdə olmalıdır. Məsəl üçün, siz buradan long götürəcəksinizsə, gərək günün point of control da hazırdakı qiymətdən yuxarıda olsun, VWAP da yuxarıda olsun ki, məsəl üçün sizin longunuzu daha da səbəbləndirsin. Bəs yaxşı, longa harada girəcəksiniz, necə girəcəksiniz, nə qədər yer götürəcəksiniz? Baxın, bunlar da eyni zamanda sizə məlum olmalıdır. Bunlar da eyni zamanda bilməlisiniz. Məsələn deyək ki, VWAP-ın hər şey aşağıdadır. Nə gözləyə bilərsiniz? Alış absorptionu. Hansı yerdə ki, alış əmrləri təsir edə bilmir artıq, satış əmrləri amma asanlıqla təsir edir. Məsəl üçün bu şamın bu hissəsinə baxsaz,
Görürsüz ki, samın bu hissəsində alış bir hissə var, amma onlar tələyə düşüb. Qiymət buradakı alışlar gələndən sonra satışın təsiri ilə aşağıya doğru gedir və eyni zamanda burada da alışlar gəlib. Burada da alışlar gəlib, amma heç biri təsir eləyə bilməyiblər. Heç biri qiymətə yuxarıya qaldırmağa təsir eləyə bilməyiblər. Sizə lazım deyil ki, bütün hər şeyi tutasınız, bütün hərəkətdə iştirak edəsiniz. Bu çox yanılğıcı, axmaq bir düşüncədir ha. Sizə lazım olan yüksək ehtimallı atış eləməkdir. O boyda böyük hərəkətlərin içindən yüksək ehtimallı atış eləməkdir. Çünki qiymət hər zaman böyük hərəkət eləməyəcək. Böyük hərəkəti tutmaq böyük qazanmaq demək deyil. Böyük hərəkətin olması ehtimalı da azdır. Sizə lazımdır daha konkret, garanti bir yerdə iştirak edəsiniz. Məsələn, burada alış absorptionu balaca bir yerdə sıxalıb. VWAP-a qədər və yaxud da point of control-a qədər. Point of control hardadır? Biraz daha aşağıdadır. Məsəl üçün deyək ki, belə. Stop hara gedir? Məsəl üçün stopda 1-1-ə yerə. Məsəl üçün belə bu boşluq, yəni az həcm icra olunduğu yerə qoymaq olar. Stop hələ birazca da belə şey eləmək olar. Yəni garanti yüksək ehtimallı bir dənə atış olsun. Hədəfiniz idealdır, bəli. Çünki niyə? VWAP-la point of control üst-üstə düşür. Girişə səbirlə gözlədiniz ki, qiymət struktur yaratsın. Yəni buralarda girmək olarmı hələ? Xeyr, buralarda girmək olmaz. Niyə? Çünki burada görürsünüz ki, satış həcmi girdiyi halda satıcılar sorulur. Məsəl üçün bu hissəyə baxın. Satış həcmi burada girir, amma hamısında alıcı qalib gəlir, alıcı təsir edə bilər qiymətə. Siz burada longa girməyiniz üçün səbəb və yer yoxdur. Çünki ondan yuxarıda boşluqdur, yəni həcm yoxdur. Hansısa bir səbəb və yaxud da VWAP heç nə yoxdur da, heç nə yoxdur, boşluqdur. Dünənki günün dəyər zonası belə aşağıdadır. Heç nə yoxdur. Həmçinin bir şeyə də fikir verin, dünənki günün point of controlu ilə bugünkü günün point of controlu sapsarı üst-üstə düşür. Bu da eyni zamanda əlavə bir güvəndir. Amma long üçün nə olsun ki, burada satıcılar absorba olunur, yəni satıcılar təsir edə bilmir bu hissədə. Səbəb yoxdur. Hara götürürsən, nə götürürsən? Ona görə deyirəm ki, hərrac teoremin birinci sanki bir skeletdir. Hərracın hansı hissələrə həvəsli olduğu, overlap zonaları, vacib zonaları bunlar. Footprint zat axırda. Footprint hər yerdə nəsə görə bilərsən. Ala bax, burada satış absorptionları görürəm. Nə mənə ifadə edir? Mən hara əməliyyat götürə bilərəm? Burada 100 dənə satış absorptionu olsun. Mənə lazımdır alış absorptionu ki, short götürə bilim. Mənə lazımdır alıcılar tələyə düşsün ki, mən istədiyim xoşuma gələn zonaya doğru short götürə bilim. Məna burdadır. Məna burada ifadə edir. Məsəl üçün burada. Baxın bura. Burada nədir? Point of control aşağıdakı sarı xəttdir. VWAP-da bax burada üstünü saraltdığım xəttdir. Qiymət bu harda? Görürsüz, burada onun üstünə keçir. Burada hər ikisindən yuxarıda qalır. Və həmin yerə baxsanız görərsiniz ki, bəzi yerlərdə bəli satış absorptionları var. Bax burada satıcılar girib təsir edə bilməyiblər. Burada elə amma long götürməyə səbəb yoxdur. Çünki günün ən zonası, ən çox həcmin icra olunduğu zonası da aşağıdadır. Və günün VWAP-ı da bu qiymətdən aşağıdadır. Burada long götürəcək o qədər də güclü bir səbəb yoxdur. Yəni qiymət müvəqqəti özünü ata bilər, amma ki arxa yoxdur, üst-üstə düşmə yoxdur. Bizə lazımdır ki, alış absorptionu ki, qiymət bunların altdadır deyə, yəni vacib hədəfləmək istədiyimiz zona, short götürmək istədiyimiz zona, yəni VWAP və günün ən yüksək həcmli zonası aşağıdadır deyə alış absorption görək, alıcılar artıq tələyə düşüblər, alıcılar qiyməti qaldıran alıcılardır. Sən shorta girsən, qiymət qalxsa stop olub bitirəcəksən. Sənə lazımdır görəsən ki, alıcılar giribdilər, alış əmri girib, amma alış əmri təsir edə bilməyib. Sən onda rahat olasan ki, sənin istiqamətinə, sənin əməliyyat götürmək istədiyin istiqamətə daha rahatçılıqdır da. Çünki yəni məsələn burada shorta girsən, stopu bura qoysan, sən bilirsən ki, burada alış əmri girib və alış əmri sorulub. Yəni alış, buradakı alıcılar görürsünüz, bu uca baxın. Yəni orada girən alış təsir edə bilməyib. Qiyməti ondan yuxarı qaldıra bilməyib, saxlaya bilməyib. Nə baş verib? Çünki bütün girilən alış market əmrləri qarşı tərəfdəki satış likvidliyi tərəfindən, pasiv satış limitləri tərəfindən sorulub. Yəni sən burada stopu bura qoyanda qiymətin ora gəlməyə o qədər səbəbi yoxdur. Çünki ora artıq alıcıların təsir edə bilmədiyi bir zonadır.
və qiymət ondan sonra aşağı doğru davam edəndə sən əminlik oldun ki, buradakı alıcılar əslində absorb olunub, sənin aşağıda güclü səviyyən var, bilirsən ki, günün ən yüksək həcmi icra olunan yer aşağıdadır və VWAP da aşağıdadır, yəni buradakı short daha yüksək ehtimallıdır. Nəysə, indi bir dənə bu dərsin mövzusu olan unfinished auction'a da baxsaz görərsiniz ki, bu hissələrdə likvidliyə həm də tələbat var. Qiymət bu hissələrdə görürsüz, şamlara fikir verin, hər iki tərəfdə likvidliyə tələbat göstərib. Məsəl üçün bu hissədə düşüş var, eyni zamanda burada alış likvidliyi də var. Qiymət ora tələbat göstərib. Yəni hədəf kimi götürüləcək ideal yerlərdir. Yəni bu bitmiş və bitməmiş hərraca belə baxa bilərsiniz. Məsəl üçün bax, qiymət bura qalxır. Qiymət bura qalxır. Görürsüz, likvidliyə tələbat var. Satış tərəfdən də, alış tərəfdən də. Amma qiymət buralara sonra qayıdıb yenə qalxır. Çünki burada tamamlanmamış hərrac var. Biraz aşağı düşsə belə yenidən ora həvəs göstərir. Məsəl üçün biraz daha yuxarı baxaq. Qiymət burada görürsüz, likvidliyə həvəs göstərir. Düzdür, var. Tamamlanmamış hərrac var. Bizim düzdür, kontekstimizə görə, məsəl üçün deyək ki, iki tərəf də burada uzlaşır, yəni short daha yaxşıdır. Amma ki, yenə də bu buranın zəif olduğu demək deyil. Yəni qiymətin ora hələ də bir marağının olduğu deməkdir. Yəni nə olur olsun qiymətin bu hissələrə yenə də marağının olduğu deməkdir. Sonra gəlib çata bilməyib, düzdür, amma likvidliyə tələbat göstərən bir leveldir. Yəni bunu görməyin, yəni iki əsas ana yolunu dedim ki, mən ya footprintdən baxmaq olar ki, həmin yerdə aktivlik var. Yəni məsəl üçün baxın point of control sarı xəttin üstündən fikir versəz, görərsiniz ki, bu hissədə həcmə, dönən həcmə fikir verin. Bunun bir tik edeyim çünki az volatildir bura. Burada dönən həcmə fikir versəz, görərsiniz ki, likvidliyə tələbat var. Yəni çox boşluqlar yoxdur. Qiymət burada dayanıb və həcm icra olunub. Amma qiymət aşağı düşdükcə görürsünüz ki, icra olunan həcm də azalır. Bəzi şamlar var ki, sən bu hissəyə baxsaz, əsasda görürsünüz ki, burada baxın bu hissədə yuxarıdakı kimi likvidliyə tələbat yoxdur. Qiymət çox oralarda aktiv həcm icra eləməyib. Amma onun bircə damcı üstünə baxırsınız ki, biraz yuxarıda daha çox həcm icra olunub. Yəni yuxarıya daha da çox maraq var hələ. Yuxarıya daha da çox maraq var və long üçün niyə daha da çox yaxşı səbəb var? Çünki point of control və VWAP yuxarıdadır məsəl üçün. Deyək ki, belə bir yanaşma. Və long götürmək üçün bizə nə lazımdır? Ən gözəl halda satış absorptionu, o da göstərdim bayaq. Məsəl üçün alıcıların ən rahat absorb olunduğu yerlərdə rahat long imkanları ola bilər. Və yaxud da bura baxaq. Burada deməli, qiymət aşağı, yəni volume profildə aşağı həcmli zona. Məsələn, deyək ki, bunun bitdiyi yerlər, yəni kənar sərhəd və yaxud da value area low bu hissələrə gəlir. Amma, məsəl üçün gördüyünüz kimi, həmin hissədə, yəni, necə deyim, daha zəif zona sayılır və, məsəl üçün, günün ən çox yüksək həcmli icra olunduğu yer buradır. Tamamlanmamış hərrac burada var. VWAP, Volume Weighted Average Price buradadır. Yəni, long üçün burada daha çox səbəb var, nəinki short. Short üçün o qədər də bir anlamlı yer yoxdur. Hətta sırf bu gün olmasın, dünənin də, yəni əvvəlki gündə zonasına baxsanız, ən çox yüksək həcm orada dönüb. Yəni, bura hal-hazırda buradakı shortlar ağıllı fikir olmaz. Məsələn, long üçün izləyəndə nə görürsünüz, nə baş verir? Qiymət yuxarı qalxanda ən ideal, məsəl üçün, girişlər absorptiondan sonra olar ki, burada görürsünüz ki, bir qədər satış əmri giriş eləyib, amma aşağıya təsir edə bilməyiblər. Qiymət yenə onun üstünə doğru davam edir. Və eyni zamanda buralarda da fikir versəniz. Satış əmrləri var, amma heç biri alıcılar qədər təsir edə bilməyiblər. Və yaxud da cumulative delta, yox, burada bir açım, cumulative volume deltada baxsaq nə görərik? Qiymət bu zona var bizdə. Yəni dedik ki, VWAP da yuxarıdadır, POC də yuxarıdadır, qiymət onlardan aşağıda, long daha anlamlı olar. Həmin hissəyə baxırıq ki, eyni zamanda exhaustion var. Yəni qiymət bura qədər davam edib, amma onu güclü
dəstəkləyən həcm olmayıb. Bunu hardan görürük? Cumulative value deltada. Yəni o düşüşü dəstəkləyən arxalı həcm yoxdur. Bu düşüş olduğu halda qiymət ora qədər düşməyib. Absorption dərsində desəm bunu göstərmişdim və ondan sonra qiymət yuxarıya doğru gedib. Məsəl üçün ideal yaxşı bir scalp şansın olur. Yenə deyirəm, siz məcbur deyilsiniz. Həmişə özünüzü şeyləməyin ki, yox mən qazanmaqdan ötürü bütöv hərəkəti tutmalıyam. Bu axmaqlıqdır. Qazanmazsınız. Sizə lazımdır daha dəqiq atış edəsiniz, daha seçici olasınız. Çox hərəkəti tutmaq çox qazandırmayacaq. Çox əməliyyat etmək çox qazandırmayacaq. Çox zaman keçirmək çox qazandırmayacaq. Çox fərqli şeylərə baxmaq, həm Nasdaq'a, həm Forex-ə baxmaq qazandırmayacaq. Bunlar inanclar, yanlış inanclar da sizdə var. Ona görə də çabalaya qalırsınız. Sən bu hissədə deyək ki, belə məsələn belə əsas odur yüksək ehtimallı olsun. Bilirsən ki, məsələn bu hərəkət buradan bura olacaq hərəkət yüksək ehtimallıdır. Səbəb var, hədəf var, giriş səbəbi var və arxa daha aşağıya getməməsi üçün də səbəb var, irəli getməsi üçün də səbəb var, burada girişə də səbəb var. Yəni bir növ kəsişmələr var, uzlaşmalar var. Yəni mənə sizə lazım deyil ki, baxın, bu həyatınıza heç bir anlam qatmayacaq. Bu sizi qazanclı trader eləməyəcək. Bunun tamahında olsanız, bu yekə hərəkət tutmağın tamahında olsanız, bunlar riyazi olaraq mümkün deyil. Bəli, bunu eləməyə çalışsanız irəli getməyəcəksiniz. Başını buraxın. Riyazi olaraq mümkün deyil. Riyaziyyat çünki deyir ki, nə işlədirsən işləd. Bu şey 1-in 5-ə erirsə, uğurlu olmaq şansın azdır. İtkilərin sayı ardarda çox olacaq. Fonlarını itirəcəksən. Riyaziyyat onu deyir. Neysə. Yəni ümumi olaraq indi belə göstərdim. Biləsiniz ki, məsələn finished auction-a necə baxa bilərsiniz, Confluence-a necə baxa bilərsiniz deyə qazandırdım. Yəni bunları başqa heç yerdə demək olar ki, eşitməyəcəksiniz. Çünki niyə mən bunu deyə bilirəm? Çünki mən illərdir bu sahənin içindəyəm. Yəni ən tərifli şeyləri də görmüşəm. Necə deyərlər ki, kursları da, şeyləri də, qlobalda da olanlar, yəni yoxdur. Harda səs-küy çox gəlirsə, ora adətən ən boş olan yerlər olur. Təcrübə onu göstərib ki. Belə, növbəti dərslərdən daha çox bu order flow-da yekunlaşdıracağıq. Bu dərsdən bu qədər. Görüşərik.